bu postun orada yer alması təxribat idi və vaxtında əgər yığışdırılmasaydı, bu ciddi iki tərəfli münasibətlərdə diplomatik skandala yol açacaq, yol verilməz bir əməl idi. Amma biz görürük ki, Federal Prezidentin ofisinin rəhbəri cənab Dinger bizim Xarici Əlaqələr Şöbəsi müdürü cənab Hikmət Hacıyevə məktub ünvanlayaraq və sizin oxuduğunuz mətni hansı ki Azərbaycanı qane edəcək bir formada orada əks elətdirib. Bu Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi ilə bağlı Azərbaycan diplomatiyası qarşısında qoyduğu kəskin prinsipial mövqeyə digərlərin münasibətidir, onu qəbul etməsidir. Bu iki səbəbdən, iki mənbədən qaynaqlanır. Birincisi, Almaniya-Azərbaycan münasibətlərində bir neçə mühüm sənəd var ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini federal hökumət tanıyır və bu heç vaxt şübhə altına qoyulmayıb. Ayrı-ayrı qruplar tərəfindən, ayrı-ayrı siyasi şəxslər tərəfindən hansısa bir təxribata yol vermək cəhdləri olub. Amma mən sizə, məsələn, 1995-ci ildə imzalanmış Xarici İşlər Nazirləri tərəfindən dövlətlərarası münasibətlər haqqında bəyannamənin adını çəkə bilərəm. Burada qarşılıqlı ərazi bütövlüyü, suverenliyin tanınmasını. Sonra 2009-cu ildə Almaniya Bundestagı o vaxt həmin indiki prezident Steinmeierin də daxil olduğu Sosial Demokrat Partiyası və xanım Merkelin kansleri olduğu və daxil olduğu Xristian Demokrat Partiyasının böyük koalisiyası bir qətnamə qəbul etmişdi. Həmin qətnamə Cənubi Qafqazda sabitliklə bağlı idi, onun möhkəmləndirilməsi ilə bağlı idi. Orada mühüm bir bənd öz əksini tapmışdı. Bu da BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrası ilə bağlı idi. Orada Bundestag federal hökumətə çağırış eləyirdi ki, bu qətnamələrin həyata keçirilməsi üçün səylərini artırsın. Qətnamələr də nəyi özündə ehtiva edirdi? Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, təsdiqi, işğalçı qüvvələrin çıxarılması, qaçqınların geri qayıtması və s. Biz görürük ki, 2009-cu il qətnaməsi və hesab edirəm ki, və səhv eləmirəmsə, bu ümumiyyətcə Avropa dövlətləri arasında ilk dəfə qəbul olunan bir qətnamə idi və bunun federal hökumət tərəfindən də dəstəklənməsi, yəni Almaniya nəzərə alsaq ki, parlamenti respublikadır və orada qəbul olunan qətnamənin siyasi şəksi başqadır və bunu xüsusilə vurğulamaq lazım ki, sonraki fəaliyyətlərdə davamlı olaraq iki tərəfli münasibətlərdə bu qətnaməyə bir istinad var idi.